Yay fəsli gəlir və dondurma sevənlər üçün çox gözəl bir tort resepti bölüşəcəm sizlər üçün. Mütləq hazırlayın. İstər evinizdəkilər üçün, istər qonaqlarınız gələndə çox gözəl bir desert ola bilər. Gəlin birlikdə qızlar hazırlanmasına keçək. 5 yumurtanın ağını birinci mikserindən köpürdürəm. Bura 1 stəkandan biraz az şəkər tozu da əlavə edib az-az yenə mikserindən çalırıq. Sonra 5 yumurtanın sarısını, 1 stəkan un və 1 paket qabartma, 1 paket vanili də əlavə edib hamısını birlikdə belə qarışdırırıq. Bişməsi üçün 150 dərəcəli sobada bişiririk. Eyni reseptlə ikinci korjil edirəm. Sadəcə olaraq una 1 xörək qaşığı kakao əlavə edirəm. İndi isə kremini hazırlayaq. Kreminə bir krem şanti kutusunun içində 2 ədəd olur. İkisini də əlavə edib 1 stəkandan biraz artıq çox soyuq olsa lap yaxşı olar. Süd əlavə edib mikserinə 1-3-4 dəqiqə qarışdırdıqdan sonra artıq hazırdır. Bir banka qatlaşdırılmış südü də əlavə edib yenə az-az çırpırıq. Sonra bir balaca smetan, ramaşkanınki və qaymağı da əlavə edib qarışdırdıqdan sonra artıq kremimiz hazırdır. İndi isə glazurunu hazırlayıram. Yenə bir banka qatlaşdırılmış südün üzərinə 25 qramlıq kakaonu əlavə edib ocaqda əlimizi çəkmədən 3-4 dəqiqə qarışdırırıq və 50 qram kərə yağı əlavə etsək bəs eləyər. Artıq yığıma gəlirik qızlar. Eynən aşağı hissəsini, ilk qatını biraz kremləyirik və belə kəsintiləri ara-ara düzürük. Üzərinə yenə krem, glazur və banan əlavə edin. Çox dadlıdır. İnanın ki, yenə eynən ikinci sıranı da getdikdən sonra üzərini kremləyirik. Hazırladığımız glazurdan da yenə üzərinə əlavə verib, formalar verib, soyuducuda ən azı 1-2 saat saxlamalıyıq qızlar. Təkrar bir də yedikdən sonra əgər qalarsa, mütləq soyuducunun buzluq hissəsində saxlayın və əmin ola bilərsiniz ki, olduqca dadlıdır. Hər kəs çox bəyənəcək. İndidən hazırlayan hər kəsə nuş olsun. Hələlik.